Bakıda D8-ə üzv dövlətlərin enerji nazirlərinin ilk görüşü keçiriləcək. Bunu Energetika naziri Pərviz Şahbazov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli enerji və şəhər dialoqunda dedi. Belə ki, Azərbaycan pavilyonunda inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli enerji və şəhərsalma dialoqu baş tutdu. Tədbirdə D8-ə üzv ölkələrin energetika nazirləri, arxitektura və şəhərsalma üzrə rəhbər şəxsləri və merləri iştirak etdilər. Dialoq dayanıqlı şəhərlərin inkişafında şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq platforma rolunu oynayır. 2 həftə ərzində biz D8-ə üzv dövlətlərin enerji nazirlərinin ilk görüşünə Bakıda ev sahibliyi edəcəyik. Görüş zamanı D8 İqlim və Enerji Mərkəzinin nizamnaməsi təqdim ediləcək. Qərargahı Azərbaycanda yerləşən mərkəz D8-ə üzv dövlətləri üzrə davamlı enerji layihələri üçün regional mərkəz kimi xidmət edəcək və bərpa olunan enerji səmərəliliyi və digər iqlimə davamlı təşəbbüslər üçün katalizator rolunu oynayacaq. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur ərazilərində yaşıl enerji zonasının formalaşdırılması strateji konsepsiyalar və diqqətlə hazırlanan planlar əsasında reallaşdırılır. Pərviz Şahbazov həmçinin qeyd etdi ki, bu inteqrasiya olunmuş enerji və şəhər planlaşdırma modeli Azərbaycanın başqa regionlarına da şamil edilir və bu təcrübə D8 ölkələri üçün tətbiqi mümkün olan praktik nümunə rolunu oynaya bilər.